Başqa bir hədisdə Züreyh deyir: "Mən Əbu Abdullahın belə dediyini eşitdim. Atam necə də gözəl ata idi." İmam Sadiqin atasını İmam Baqiri xatırlayır və deyir ki, İmam Baqir necə də əzəmətli bir ata idi. O belə deyərdi: "Kaş bütcə nəfər tapa biləydim. Bütcə nəfər ki, onlara elm əmanət edə bilim və onlar buna layiq olsunlar. Mən onlara elə elm nəql edərdim ki, bir daha halal və haram məsələlərini düşünməyə belə ehtiyac duymazdılar və onlar qiyamət gününə qədər baş verəcək hər şeyi bilərdilər." Həqiqətən bizim hədisimiz çətindir və dərinləməsinə mürəkkəbdir. Ona yalnız o kəs iman gətirər ki, Allah onun qəlbini imanla sınamış olsun. İndi insanı düşündürür ki, İmam Baqir əleyhissalam Əl-Baqir bilik açan, bilik ishar edən deməkdir. Zamanında belə İslam dininin nə qədər hissəsi hələ də kütlələrə açıqlanmamış qalmışdı. O elm paylaşması, çox sayda hədis rəvayət etməsi və İmam Sadiqin müəllimi və atası olması ilə tanınırdı. 12 imamçı Cəfəri məzhəbinə görə isə o öz dövründə həqiqi biliyi ötürə biləcəyi 3 nəfər belə tapa bilməmişdi. Bu isə o deməkdir ki, İmam Baqirdən bizə çatmış hər şeyin böyük əksəriyyəti yalnız qabıqdır. Nəbilər və elçilər zamanları boyu insanlara həqiqəti açıqlamağa çalışırdılar. Lakin insanlar buna görə onlarla mübarizə apardılar. Elə buna görə də gələn hər bir peyğəmbər və elçi bu yumurtanı daşıyırdı və hər dəfə onu insanlara verməyə çalışanda, insanlar onu qırmağa belə cəhd etdikdə iyrənirdilər. Buna görə də Allah Rəsulu sallallahu aleyhi və aleyh buyurdu ki, Allah yolunda mənim çəkdiyim qədər heç kim zərər çəkməyib. O həmçinin dedi ki, heç bir nəbi mənim gördüyüm zərər kimi zərər görməyib. Sallallahu ala Muhammedin və ali Muhammed. Əbu Cəfər əleyhissalamdan gələn başqa bir rəvayətdə deyilir ki, həqiqətən bu işin sahibi Mehdi zuhur etdikdə, o, Allah Rəsulunun üzləşdiyi kimi və ondan da artıq çətinliklərlə üzləşəcək.